Salam, xoş gördük hamınızı. Bugün lobyanın qışa hazırlanıb saxlanılmasından danışırıq. Lobyanı bir neçə üsulla saxlamaq olur və mən indi lobyanın buzxanada dondurulmuş üsulla saxlanılmasından danışacağam. Lobyanı bunun üçün yuyub qurutmaq lazımdır. Artıq mən yumuşam. Lobya quruyub, tam quruyub. Gördüyünüz kimi heç su yoxdur. Belə pambıq bezin üzərinə sərib qurutmaq lazımdır ki, su olmasın, onda tez xarab ola bilər. Və indi bunların baş hissələrini kəsib çıxardırıq. Kəsdiyimiz lobyaları belə xırda doğrayırıq. Təbii ki, kim nə cür bişirməyi xoşlayırsa, elə də doğrayır. Lobya bilirik ki, çox qidalı bir bitkidir. Əsasən də ürək-damar xəstəliklərində lobyanın çox böyük faydaları var. Həm də lobya lifli bir bitkidir. Yəni, qəbizlik vaxtı, mədə-bağırsaq xəstəliklərində xeyirlidir. Lobya fosforla, kalsium və müxtəlif zülallarla zəngindir. Bunu qabaq qaynadıb pişirib saxlamaq üsulu ilə eləyirdilər bankalarda. Amma onda onun tərkibində olan bir çox maddələr, minerallar məhv olur. Amma buzxanada olanda donur və öz xüsusiyyətini itirmir. Lobyanın vitaminləri olduğu kimi qalır və qışda bunu salatlara və yaxud çığırtmalara istifadə eləmək olur. İndi lobyanı hamısını təmizləyib doğrayırıq. Artıq lobyaları doğramışam və indi bunları belə hindivin kiloflara keçirdirik. Yaxşı olar ki, ikisini iç-içə keçirdək ki, biraz möhkəm olsun. Marketlərdə hazır torbalar da satılır buzdolabı üçün. 2 qat keçirilmiş salafanın içərisinə quru lobyaları doldururuq. Bu indi hər kəsən nə qədər ki pişirəcək, o qədər doldurur. Mən bunu bir bişirimlik doldurub buzxanaya qoyuram. Və onu da deyim ki, artıq bir dəfə buzxanadan çıxarılmış lobyaları ikinci dəfə buzxanaya qoymaq məsləhət deyil. Bir dəfəlik belə salafan torbalarda tam havasını çıxardırıq. Belə buzxanaya qoyuruq, özü buz tutacaq. Sağ olun, kanalı izləməyi unutmayın.